Ondan sonra keçək nəyə? Ruh eşi. Ruh eşi. Ruh eşi əkizimizdə. soulmate. Ruh eşi çox super mövzudur. Niyə? Bizim 7 növ ruh eşimiz ola bilir. 7 növ. Bəli. Və unutmayın, hər kəs düşünür ki, ayda mən bu oğlanı itirsəm bir də tapanmaram, bu qızı itirsəm bir də tapanmaram. İtirmə qorxusu var axı. Əslində qorxmayın. Niyə? Çünki hər kəsin çox böyük sayda ruh eşləri vardır. Misal, sizin, mənim və ya digərlərinin minlərlə, 10 minlərlə ruh eşi var. Hərəsi fərqli şəhərdə, fərqli yerdədir. Aydındır. Ruh eşi mövzusunda 7 növə niyə bölünür? Misal, bir dənə söz deyim Murad bəy, sözünüzü kəsirəm. Siz burada indi mesaj göndərirsiniz. Xanımlara əslində bu ünvanlar cəsarətli olun da, bəylərə yox da deyə bilərsiniz. Yəni onlar qorxmasınlar da. İtirmə qorxusu insanlara pis nəticələr verir. Bəli. Doğru seçim etməməyi verir. Bir qız düşünür ki, bu oğlandan başqası yoxdur, ərə gedir, evlənir, sonra peşman olur. O bilsə ki, onun çoxlu ruh eşi var əslində. Uyumlu olan ruh eşi var, ilahi ruh eşi var. Bunları tutsa temanı tam ayrı olacaq. Bu necədir? Birinci növ ruh eşi bizi gəlib dərs vermək üçün gəlir. Gəlir bizə dərs versin, getsin həyatımızdan. Aydındır. Misal, ikinci növ ruh eşi karmik ruh eşidir. Karmik ruh eşi keçmiş həyatda bu qadın, indi burada qadında bu ruh digər ruha, X ruh, Y ruha əziyyət verib, işgəncə verib və öldürüb. Bu həyatda gəlir, baxırsan ki, orada bir cinayət olur. Kişi qadını öldürür, qadın kişini öldürür. Cinayətlə bitən bu evlilik münasibətləri karmik münasibətdir. Karma ödəmək üçün gəlirlər. Bir-birlərinin karmasını ödəyirlər. Ona görə həmin insanlar əslində evlənəndə çox böyük bir-birlərinə sevgiləri olur. Bu eşqdir. O eşq gətirir ki, onlara o karmanı, kader düyünlərini yaşatsın. 3-4 nəsə də bunları saysaq vaxtımız gedir. Ən idealı 6-cı səviyyədə olandır. Ən uyumlu ruh eşidir. Uyumlu ruh eşi nədir? Sizin üçün uyumludur bu. Yəni sizlə tam uyğundur. Ortaq fikirləriniz var və hər şey tamdır. Bir də var 7-ci səviyyə ruh eşi. 7-ci səviyyə ruh eşi ilahi missiyası sizlə bir olan ruh eşidir. İlahi missiya nətərdir? Hər ikinizin də hədəfi və bu dünyada yaradılış məqsədiniz eynidir. Aydındır. Aytən xanımın missiyası nədir həyatda? Allah ona bir missiya verib də filan adama sənin vasitəndən ona kömək olur. Məsələn, Murada kömək olursa Murad çıxır danışır və insanlar onu izləyir. Bu insanlara vasitəçi kimi Aytəni verib də missiyan budur burada. Tutam həmin adamın da missiyası odur. Başa. Əslində biz İfad bəylə aparırıq. Yəni tamam, məsələn, sizin missiyalarınız birdir. Bizim missiyalarımız bir. Və missiyalarınız bir olanda siz istəsəz də ayrıla bilmərsiniz. Niyə? Çünki hər ikiniz bu dünyada A nöqtəsindən B nöqtəsinə gedirsiniz. İstəsəz də, istəməsəz də. Elə bir marşrut düşün. Bu Bakıdan deyə Gəncəyə yola çıxır. Sən istəsən də, istəməsən də o marşrutun içində həmin adamla o yolu gedəsən. İstər yan-yana otur, istər oturma. Eyni nöqtəyə varasın axırda. Bəs nə bilim ki, bu mənim neçənci ruh eşimdir? Onu artıq çox dərindir deyə o təlimlərdə izah eləyirik də növləri, xarakteristikası, sistemi. Misal, sonra ayrı bir sistemlər də var. Məsələn, qərarsız ruhlar. Tək ruhla bağlı o qədər Baxın, yuxu deyə ötürə bilərik. Mən indi evdə yatmışam. Başqasına öz yuxumu necə ötürə bilərəm ki? Yuxu belədir. Biz yatmazdan öncə hər hansı bir insanı gözümüzdə canlandırırıq. Və bunu 7-ci səviyyədə eləyirik də. Yəni TT-Link təlimi almalısan bunu eləmək üçün. Çünki onun içində metodlar var. Orada deyirsən ki, var olan hər şey yaradanın. Muradın ruhuna, bədəninə və şuur altına bu mesajın göndərilməsini niyyət edirəm yuxu vasitəsilə. Təşəkkür edirəm, oldu deyirsən və xəyalında bir sistem qurursan. Misal, gəlmisən Muradla mikrofonla danışırsan. Bu düşüncəni, bu enerjini göndərdin impulsu. Bu Murada yuxuda, mürgüləyən vaxtı, oyanıq vaxtı mütləq onun beyninə bu enerji gələcək. Amma bunu mütləq yatmazdan öncə etməlisən. Yəni o ərəfə, yuxulu olduğun ərəfə, hansı teta dediyimiz dalğa. Teta dalğasında. Teta dalğasında biz bunu eləməliyik. Aydındır.